Jurnalistin həbsxanada qalması, yəni ölkə adına da və iqtidar adına da yəni biraz belə ağırlıq gətirir. Yəni biz bunu çox belə xoş niyyətlə deyirik ki, məsələn, onların həbsdən buraxılması çox vacibdir. Doğrudan. Yəni məsələn, həmkarlar da indi bu gün siz burada işləyirsiniz, sabah bir başqa yerdə işləyə bilərsiniz. Məsələ bundadır ki, yəni Azərbaycanın tənqidçiləri üçün və qərəzlə tənqid edənlər üçün əsas vermək olmaz. Ya söhbət bundan gedir ki, yəni onu eləmək olmaz. O istedadlı jurnalistlərin hesab edirəm ki, bilirsiniz insanlar bəzən deyirlər ki, niyə məsəl üçün filan kəs onlara aid deyil, başqa bir yerinə ki, bir də mən çox tənqid eləmişlər ki, siz niyə o həbsxanada olan adamın kağızına qol çəkmişsiniz ki, onu buraxsınlar filan eləsən. Mən o yoldaşa da dedim ki, al eləməsin həbsxanaya düşəsən. Əgər sənin də qovumların gəlsə ki, buna kağıza qol çəkmək lazım, mən onu eləyərəm.